Azərbaycan Respublikasında qeyri-qanuni fəaliyyət göstərməyinizə baxmayaraq, Toplum TV işində ikinci dəfə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin şahid kimi çağırılması tələb olunub. Oktyabrın 27-si Bakı Ağır Cinayətlər Məhkəməsində şahidlərin dindirilməsinə başlanılıb. Dindirilmə zamanı Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynal müdaxilə edərək şahidin təqsirləndirilənlərdən heç kimi tanımadığını, onun əvəzinə Prezidentin köməkçisi Hikmət Hacıyevin məhkəməyə çağırılmalı olduğunu deyib. Hakim səbəbini soruşduqda 3-cü Respublika platformasının qurucu üzvü Ruslan İzzətli xatırladıb ki, Hikmət Hacıyev COP29 tədbirində Toplum TV əməkdaşları da daxil olmaqla həbs edilən jurnalistlərin qaçalmaqçılıq törətdiyini iddia edib. Beləcə Azərbaycan qanunlarını pozub. Əli Zeynal və Ruslan İzzətli bildirib ki, Prezidentin köməkçisində belə faktlar varsa, o məhkəməyə çağırılıb dindirilməlidir. Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının işi üzrə keçirilən məhkəmə iclasında prokuror şahidi təhdid edib və onu yönləndirməyə çalışıb. Bunu Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı oktyabrın 29-u Bakı Ağır Cinayətlər Məhkəməsində baş verənlərlə bağlı danışarkən deyib. Proses zamanı zərərçəkən qismində çıxış edən Qurbanli Yusifovun xalası oğlu Ramazan Yusifzadə şahid kimi ifadə verib. O bildirib ki, 2023-cü ilin martında Antalyaya Qurbanli Yusifovun yanına gedib. Həmin dövrdə Yusifov bir dəfə telefon zəngi qəbul etdiyini və bu zəngdən sonra əhvalının dəyişdiyini deyib. Lakin o, xalası oğlundan zəngin nə barədə olduğunu soruşmayıb. Samirə Qasımlının sözlərinə görə daha sonra prokuror şahid Ramazan Yusifzadəyə içində hazır cavablar olan yönləndirici suallar verməyə başlayıb. Lakin vəkilin etirazından sonra hakim buna imkan verməyib. Stat: Bu zaman prokuror onu açıq-aşkar təhdid etdi ki, əgər ibtidai istintaqda verdiyi ifadəni təkrar etməsə, onun barəsində vəsadət qaldıraraq cinayət məsuliyyətinə cəlb edəcək. Bu zaman Ramazan Yusifzadə tutuldu. Vəkil buna etiraz etdi. Şahid Yusifzadə yalnız prokurorun təhdidindən sonra dedi ki, xalası oğlu Azər Qasımlının ona hədə-qorxu gəldiyini deyib. Statın sonu. Həbsdə olan tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun cərimə kamerasında saxlanılma müddəti daha bir ay uzadılıb. Oktyabrın 26-sında fəalın nənəsi Zibeydə Osmanova nəvəsi ilə saxlanıldığı 11 saylı cəza çəkmə müəssisəsində görüşüb. Bəhruz Səmədov oktyabrın 25-də karserdən buraxılmalı olsa da, o nənəsinə müəssisə rəhbərliyi tərəfindən cərimə kamerasında saxlanılma müddətinin uzadıldığını deyib. Stat: Mənim günahım nədir ki, hələ məni bir ayda burada saxlamaq istəyirlər? Niyə mənim məhkəmələrimi qapalı keçirirlər, açıq eləmirlər? Deyirlər, dövlətə xəyanət etmisən. İzah etsinlər görək, mən dövlətin hansı sirrini düşmən dövlətə vermişəm? Mən ancaq sülh tərəfdarıyam, müharibə istəmirəm. Statın sonu. Bəhruz Səmədovun bir aydan sonra Umbakı penitensiar kompleksinə köçürüləcəyi bildirilir. Sülh fəalı nənəsinə həm də özünü öldürmək həddinə gəldiyini bildirib. Yaxınları deyirlər ki, bundan öncə də o 2 dəfə intihara cəhd edib və son anda xilas edilib. Gürcüstanda yaşayan 14 günlük inzibati qaydada həbs olunan Azərbaycanlı jurnalist Əfqan Sadıqov 270 min lari, yəni təxminən 100 min Amerika dolları məbləğində cərimələnib. Onun vəkili Ayhan Həsənlinin sözlərinə görə Sadıqov yolu bağladığı üçün ona 54 dəfə cərimə tətbiq olunub. Məhkəmə prosesində Əfqan Sadıqov etiraz aksiyasına çıxmasını müdafiə edib. Stat: Mən hüquqları pozulan Gürcü xalqının tərəfdarıyam. Mən hər zaman Gürcülər arasında diktatura çağırışları edən İvanişviliyə qarşı çıxacağam. İvanişvili diktaturanı dəstəkləyir. Mən isə xalqı. Statın sonu.